Vaxtınız xeyir, hörmətli müəllimlər. Bu video vasitəsilə təhsil verənlərə etik davranış qaydaları haqqında məlumat verəcəm. Qeyd etdiyimiz kimi, təhsil verənlər işlədikləri təhsil müəssisəsində təbii ki, etik davranış qaydalarına riayət etməlidirlər. Biz daha əvvəl keçdiyimiz müəllimlər hansı hallarda pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər və o sütunda qeyd olunan məlumatlardan biri də bundan ibarətdir ki, müəllim etik davranış qaydalarını hər hansısa birini pozarsa, 1 il müddətində əmək müqaviləsinə xitam verilir, yəni müəllim işdən azad olunur. Yəni etdiyi, tutalım ki, bu qeyd olunduğu kimi bu etik davranış qaydalarını hər hansı birini pozarsa, təbii ki, müəllim buna görə deyək ki, cəzalandırılır. Ümumiyyətlə, etik davranış qaydaları qeyd edək ki, 2014-cü ildən etibarən qüvvədədir. Lakin yəni 2024-cü ildə isə müəyyən dəyişikliklər oldu. Yəni bu dəyişikliklərin səbəbi onunla bağlıdır ki, kurikulum özü konseptual sənəddir. Bu nə deməkdir? Yenilikçi və yeniliklərə açıq olan sənəddir. Təbii ki, bu kurikulum istər dərsliklərdə olan dəyişikliklər dövrün tələbinə görə, zamanın tələbinə uyğun olaraq dəyişdirilir. Eyni zamanda, yəni təbii ki, 5 ildən bir müəyyən dəyişikliklər olunur. Təbii ki, zəruri olduğu üçün də etik davranış qaydalarında müəyyən dəyişikliklər etdilər. İndi mən o dəyişikliyi qeyd edəcəm ki, nədədir? Deməli, ümumiyyətlə, bu dəyişiklik nə məqsədlə aparılır? Ümumiyyətlə, bu etik davranış qaydaları nədən ötəridir? Burada təhsil müəssisəsinə işgüzar nüfuzu məsələsi var, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, yəni müəllimlərin şagirdlərlə, rəhbərliklə və digər əməkdaşlarından sağlam emosional, yəni ünsiyyət qurması və eyni zamanda psixoloji cəhətdən bir-birlərinə, yəni pis gəlmədən, belə deyək ki, bir-birlərinə xoş münasibət göstərməsini, eyni zamanda vətəndaşların Azərbaycanda təhsil yoxdur deyib müəllimlər hər hansı bir davranışına görə qiymət verməməsi və eyni zamanda təhsil müəssisəsində məktəblərə olan o etimadını itməməsindən ötəri, yəni etik davranış qaydaları yaradılmışdı ki, müəllimlər bunlara riayət etməlidirlər və nəticə etibarilə təhsilin yüksəldilməsində, demək, belə deyək ki, təhsilin yüksəldilməsində öz rolunu icra etməlidir. Deməli, müəllimlər, buradan kifayətdir, davam edək. Deməli, müəllimlər, davam edirik. Etik davranış prinsiplərindən birincisi gəlir qanunçuluq. Qanunçuluq nə deməkdir? Deməli, müəllim öz peşə vəzifəsini yerinə yetirən zaman, yəni müəllimlik edən zaman nə etməlidir? Azərbaycan Respublikasının Konstitusiyasına, məsələn, öz işini icra edən zaman Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, nə bilim, normativ hüquqi və normativ xarakterli aktlardır ki, yəni bunların tələblərinə əməl etməlidir. Yəni öz vəzifə funksiyasını yerinə yetirən zaman müəllim Azərbaycan Respublikasının qanunlarıdır, konstitusiyasıdır, tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərini gözləməlidir və onlara əməl etməlidir. Məsələn, qanundan kənar heç bir şey etməməlidir. Məsələn, qeyd edək ki, müəllim öz yəni peşəsini icra edən zaman uşağa izah etməlidir ki, Azərbaycan Respublikasının qanunları var, Azərbaycan Respublikası qanunlarla idarə olunur və orada qanuna əsasən demək, uşaqları öz hüquqlarını tanıtmalıdır və eyni zamanda onları özlərini müdafiə edə bilməsinə şərait yaratmalıdır. Yəni, bu da nədən irəli gəlir? Təbii ki, qanunlardan irəli gəlir. Yəni, bu uşaq fiziki cəhətdən özünü müdafiə etməsi deyil. Yəni, uşağın hüquqi cəhətdən, yəni qanunlara uyğun cəhətdən özünü ifadə etməsi və özünü müdafiə etməsi nəzərdə tutulur. Deməli, digər etik davranış prinsipi vicdanlı davranışdır. Vicdanlı davranış etik prinsipində burada nəzərdə tutulur nə? Müəllim cəmiyyətin və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətli və səmərəli şəkildə yerinə yetirməlidir. Səmərəli nə deməkdir? Yəni nəticə verən olmalıdır. Şagird sonrakı fəaliyyətində, yəni bunu elə öyrənməlidir ki, bunun sadəcə qiymət almaq xatirinə yox, yəni məsələn, hazırda bilirik də, yəni kurikulumda tətbiq olunan, yəni məktəbdə tədris olunan biliklər nəzəri olmaqla yanaşı eyni zamanda praktikidir. Yəni hər bir dərs praktikidir. İlla ki, yəni orada tapşırıqlar
icra olunur. Yəni belə deyək ki, şagirdin düşüncəsinə daha çox yer verilib. Yəni burada müəllim sinifdən çıxanda əmin olmalıdır ki, yəni bugünkü dərs günü boşuna getməyib, aldığı maaş həqiqətən də halaldır ona. Yəni bir 45 dəqiqə müddətində müəllimin keçdiyi dərs, yəni səmərəli olub da, şagirdlərin belə deyək ki, xeyrinə toxunub, belə deyək. Eyni zamanda dövlətin maraqlarını ödəyib. Bu günləri biz qeyd etmişdik ki, müəllimlərin hüquq və vəzifələrində, təhsil verənlərin hüquq və vəzifələrində qeyd etmişdik ki, müəllim dövlət siyasətinin həyata keçirilməsinə şərait yaratmalıdır. Baxın, bugünkü məktəbdə tədris olunan biliklər hər biri dövlətin siyasətidir. Yəni müəllim onu tam şəkildə uşağa mənimsətməlidir. Baxın, bunu tam şəkildə mənimsədibsə, deməli, vicdanlı davranıb öz peşəsinə qarşı. Deməli, müəllimin dərsi keyfiyyətlə keçməsi vicdanlılıqdır. Hətta elə ola bilər ki, məsələn, müəllim qayda keçir, ürəyinə yatmır ki, uşaqlar qaydanı daha da yaxşı mənimsəsinlər. Məsələn, özü gedir sınaq hazırlayır və dərslərin birində uşaqları sınaq işlədir və yaxud da dərsdən sonra uşaqları biraz saxlayır, onlara əlavə yəni məşğələlər keçir. Yəni bunu tam təmənnasız eləyir, şagirdin inkişafından ötəri və dərsini düşünür ki, daha bu yöndə eləsə daha keyfiyyətli olar. Yəni belə deyək ki, sırf dərsliklərdən kifayətlənmir və bu halda təbii ki, vicdanlıq nümunəsidir və ümumiyyətcə bunun üçün açar məqam nə müəyyən edə bilərik? Məsələn, deyək ki, müəllimin ürəyində xal qaldı nəsə, ürəyinə yatmadı nəsə və bu vicdanlıqdır. Yəni müəllim öz işini layiqincə peşəkar səviyyədə yerinə yetirmək istəyir. Növbəti deməli etik davranış prinsipi loyallıqdır. Loyallıq prinsipində belədir ki, yəni müəllim yəni izahı belədir ki, müəllim peşə vəzifəsinə aid olmadığı hallarda. Deməli, müəllimin peşə vəzifəsi nədir? Müəllim təhsil müəssisəsinə daxil olmalı, proqramları yerində olmalıdır və dərs prosesinə dərsə vaxtında gəlməlidir, dərsini vaxtında keçməlidir, belə deyək ki, qiymətləndirmələri vaxtında aparmalıdır, dərsdə nəzərdə tutulan bilik və bacarıqları şagirdlərdə formalaşdırmalı və lazım qalarsa əlavə təhsil müəssisəsinə nizamnaməsinə uyğun olaraq müəllimi öhdəsinə düşə bilən hər hansı bir iş varsa, onları yerinə yetirməlidir. Daha müəllim öz vəzifəsinə, peşəsinə uyğun olmadığı hallarda, yəni məsələn, öz təhsil müəssisəsi, onun rəhbəri, başqa bir təhsil müəssisəsi və onun rəhbəri, deyək ki, digər dövlət orqanları və onların rəhbərliyi haqqında onlara ictimai qiymət verməməli. Təbii ki, qanunsuz yəni fəaliyyətləri burada istisna edirik, amma digər hallarda, yəni belə deyək ki, yəni belə insanları adətən yəni el arasında başqa cür adlandırırlar da, yəni başqa bir adla təqdim olunurlar. Yəni qanunsuz fəaliyyəti istisna olmaqla müəllim artıq burada nə belə deyək ki, yəni heç bir yerdə məsələn danışmamalıdır. İcra hakimiyyəti məsələn bu cürdür. Tutalım deyək ki, müəllimlər işə qəbul imtahanı haqqında danışılanda deyir ki, hər şey ədalətsizliklə həyata keçirilir. Kompüterdə bəzi insanların, yüksək bal toplayanların sualları hazır şəkildə idi. Sertifikasiya imtahanda bal toplayan müəllimlər deyək ki, pul verib yəni ballarını yüksəldilər və s. Yəni bu nə deməkdir? Bilib bilmədən danışmaqdır. Əlində sübut olmadan danışmaqdır. Təbii ki, burada müəllim əgər sübutlarla, dəlillərlə danışırsa və haqqını müdafiə edirsə, bu tamam başqa məsələdir. Amma müəllim yəni öz vəzifəsinə, peşəsinə uyğun olmadığı hallarda, bax bu kimi, yəni belə deyək ki, belə deyək, nöqsanlara yol verərsə, məsələn, qeyd etdiyimiz kimi öz işlədiyi təhsil müəssisəsi və onun rəhbərliyi, daha sonra eyni zamanda həmçinin iş yoldaşları haqqında, məsələn, deyə bilər ki, direktor məsələn filan müəllimə daha çox dərs bölgüsü etdi, yəni ona belə deyək ki, özləri öz aralarında danışıblar və məsələn bilib bilmədən əlində sübut olmadan danışmaq bu loyallıqdır və loyallığın digər bir xüsusiyyəti nədən ibarətdir? Təhsil verən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çalışdığı müəssisə tərəfindən bilirik ki, hər bir təhsil müəssisəsinin, yəni məktəbin nizamnaməsi var. Hər bir təhsil müəssisəsinin özünün nizamnaməsi var. Və müəllim, məsələn, sosial şəbəkələrdə bilirik ki, bir çox müəllimlərin sosial şəbəkələri var. O sosial şəbəkələrdə müəyyən çıxışlar edirlər, yəni öz fəaliyyətləri ilə bağlı deyək və elə bir fəaliyyət göstərməlidir, elə bir paylaşımlar etməlidir, elə bir çıxışlar etməlidir ki, yəni həmin təhsil müəssisəsi tərəfindən müəyyən olmuş nizamnaməni aşmasın. Yəni bu halda əgər əksin eləyərsə, təbii ki, loyallıq prinsipini pozmuş olur.
Daha sonra digər, mədəni davranış, etik prinsipində belə qeyd olunur ki, təhsil verən təhsil prosesinin iştirakçıları ilə biz bilirik ki, burada, yəni burada təkcə şagirdlər getmir də, təhsil prosesinin digər iştirakçıları kimlər idi? Təhsilçilər, təhsil müəssisəsini quranlar, daha sonra, təhsil alanlar, məsələn, təhsil alanlar da təhsil prosesinin iştirakçılarıdır. Bunların adlar loqopedlərdir, psixoloqlardır, və sairə. Yəni çalışa qədər, yəni çalışa qədər üzrə məsələn dərs deyən müəllimlərdir və sairə. Yəni bunları əhatə edir. Yəni çoxdur, yəni təhsil müəssisəsində təhsil verənlər adı altında. Yəni bunlar çoxdur. Yəni bu işçilər çoxdur və daha sonra yəni təhsildə köməkçi heyət və digər işçilərdir, valideynlər, qanuni nümayəndələrdir. Daha sonra təhsil müəssisəsində əməkdaşlıq edən fiziki və hüquqi şəxslər, dövlət və bələdiyyə işçilərdir və sairə. Bunlar aid olunur ki, bunlar təhsil prosesinin iştirakçılarıdır. Müəllim öz davranışlarında mütləq təmkinli və nəzakətli olmalıdır. Ona edilən bütün, belə deyək ki, hansı ki öz fəaliyyətinə bağlı edilən, yəni iradlardır, tənqidlərdir, bunlardan düzgün nəticə çıxarmalıdır. Təbii ki, mədəni davranışda burada müəllimin fəaliyyəti qiymətləndirilir. Müəllimin şəxsiyyəti ön planda deyil. Ola bilər ki, müəllim xarakteri etibarilə çox xəssisdir, amma öz işini layiqincə yerinə yetirirsə, burada müəllimin fəaliyyəti qiymətləndirilməlidir. Yəni çünki onun işi nədir? Müəllimlikdir. Onun xarakterinin işinə heç bir aidiyyəti yoxdur. Əgər yəni müəllim öz işini layiqincə yerinə yetirirsə, təbii ki, yəni onun fəaliyyəti ona uyğun qiymətləndirilməlidir və bundan əlavə müəllim irad və tənqidlərə açıq olmalıdır və bu irad və tənqidləri normal qəbul etməli və ondan nəticə çıxarmalıdır. Nəticəsiz qoysa mədəni davranışı pozur. Amma məsələn, iradı qəbul elədi, onun üzərində düşündü və özünü növbəti dərsdə, deyək ki, lap sabah dərs keçərkən bu iradı nəzərə alır və çalışır ki, öz işini ona uyğun nizamlasın. Və bundan əlavə müəllim xarici görkəminə diqqət etməlidir. Əgər həmin işlədiyi təhsil müəssisəsinin yəni geyim forması varsa, müəllim həmin geyim formasında da təhsil müəssisəsinə addım atmalıdır. Yəni kənar geyiminə getməməlidir. Yenə də qeyd etdiyimiz kimi, hər bir təhsil müəssisəsində özünün nizam-intizam qaydası var. Müəllim də işlədiyi təhsil müəssisəsinin nizam-intizam qaydasına riayət etməkdə borcludur və müəllim geyiminə istənilən halda lap geyim forması yoxdursa belə, geyiminə diqqət etməlidir. Səliqəli olmalıdır geyimi. Həddən artıq rəngarəng geyimlərə yol verməməlidir. Müəllimin geyimi çox səliqəli olmalıdır, göz qamaşdırıcı olmamalıdır və yaxud da kosmetik məhsullardan istifadə edərkən belə diqqətli olmalıdır. Yəni şagirdlərin diqqəti yayındırıb onun geyiminə və yaxud da makiyajına məsələn diqqətini aparmamalıdır. Şagirdlər müəllimin keçdiyi dərsə diqqət etməlidirlər. Yəni ona görə də müəllim əgər bu halları aşarsa, yenə də mədəni davranış etik prinsipini pozmuş olur. Və eyni zamanda ümumiyyətlə qeyd etmək lazımdır ki, müəllimlik həqiqətən də səbr tələb edən bir peşədir. İstənilən halda lap bilməyən bir uşaq olsa belə, müəllimin məsələn səbrini daşırmağa çalışsa belə və yaxud da hər hansı valideyn belə, müəllim səs tonuna diqqət etməlidir. Diqqət etməlidir. Və eyni zamanda məsələn xoşa gəlməz ifadələrdən istifadə etməməlidir. Məsələn, sinifdə uşaqlara hər hansı bir belə deyək ki, məsələn, davranışına görə mənfi söz deməməlidir. Yəni uşağın şəxsiyyətinə toxuna biləcək və s. Yəni bunu deməməlidir və bunun da təbii ki, müəyyən öz həlli yolları var ki, onu araşdırmalı və onu tətbiq etməlidir. Deməli, qərəzsizlik haqqında olan etik prinsipdə qeyd olunur ki, müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalıdır. Burada təkcə şagirdlərə qarşı deyil, təhsil prosesinin digər digər iştirakçılarına qarşı da yəni eyni olmalıdır müəllim. Yəni belə olmalıdır ki, irqinə, etik mənsubiyyətinə bircə dəqiqə qeyd edeyim. Deməli, müəllim irqinə, etik mənsubiyyətinə, dilinə, cinsinə və ümumiyyətcə fərqi yoxdur, digər xüsusiyyətlərinə görə, hətta əqidəsinə görə, ictimai mənsubiyyətinə görə təhsil alanlar və təhsil prosesinin digər iştirakçılarına, təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır müəllim. Təhsil verən özünü və maraqlı şəxslərin mənafelərini, məsələn, heç kəsin, məsələn, tutalım ki, filan kəs, məsələn, filan vəzifəli şəxsin övladıdır və müəllim burada
yəni həmin qiymət verən zaman və yaxud da deyək ki, dərsdə uşağa davranışı zamanı, yəni bu kimi xüsusiyyətlər müəllimə təsir etməməlidir və yaxud da deyək ki, filankəs mənim bacımın qızıdır, buna daha çox belə üstünlük verim, digərinə yox. Burada artıq qərəzsizlik prinsipini pozmuş olur. Axı dövlət deyir, baxın sən qərəzsiz olmalısan, obyektiv davranmalısan. Yəni bu kimi xüsusiyyətlərinə belə deyək ki, uşaqları fərqləndirməməlisən və ona görə də müəllim qərəzsiz davranmaqda mütləq şəkildə borcludur. Eyni zamanda təkcə təhsil verən belə deyək ki, təhsil alan yox, təhsil prosesinin digər iştirakçılarına qarşı da belə olmalıdır da, belə deyək. Hətta məsələn uşağın valideyni ilə münasibəti pisdir, bunu uşağa yəni hiss elətdirməməlidir. Yəni qərəzsiz olmalıdır da. Yəni öz davranışında müəllim uşağa mənfi heç bir şey hiss elətdirməməlidir. Yəni digərlərinə necə davranırsa, bərabər qaydada o şəkildə davranmalıdır. Bir də bir şey qeyd etmək istəyirəm. Vicdanlıqla bağlı qeyd etmək lazımdır ki, müəllim eyni zamanda burada obyektiv olmalıdır. Yəni məsəl üçün bax belə bir şey qeyd eləyək. Müəllim əgər yenə də qərəzsizliyə uyğundur deyə bunu yenidən vurğulayıram, qeyd edirəm. Burada belədir ki, müəllim vicdanlı davranmalıdır qiymət verərkən. Filankəs mən deyək ki, qohumumdur və onun qiymətini artırmalıyam, digərinin qiymətini azaltmalıyam da və yaxud da ki, ona qarşı ədalətsiz davranır da müəllim. Vicdanlığın özündə bir ədalətsizlik var, bir ədalətlilik anlayışı var deyək. Ədalətsizliklə ədalətli arasında olan bir keçiddir. Müəllim sadəcə ortada dayanıb, yəni ortada dayanıb və burada yalnız ədalətli tərəfi seçir. İndi burada necədir? Vicdanlıqda belədir ki, müəllim əgər məsələn qohumu olsa belə, digərinin qiymətini məsələn artırıb, məsələn deyək ki, ikisi də 4-lüyə danışıblar uşaqlar, deyək ki, 4 alıblar. Qohumudur deyə o birisinə 5 yazır, digərini 4-də saxlayır qiyməti. Axı hər o biri uşaq görür axı, onunla eyni, yəni danışıb da dərsi eyni fəaliyyət göstərib, o 4 alır, digəri 5 alır. Və ona görə müəllim ona vicdanlıq nümunəsi ola bilməz. Və yaxud da həmin o 5 alan uşağa görə də yenə müəllim vicdanlıq nümunəsi ola bilməz. Çünki o uşaq da fərqindədir ki, digər uşaqla eyni qiymətdə yəni fəaliyyət göstərib, eyni səviyyədə fəaliyyət göstərib və hər ikisi üçün müəllim vicdanlıq nümunəsi olmur. Deməli, burada müəllim obyektiv davranmır, vicdanlıq prinsiplərini, sərhədlərini aşır və bu zaman bu etik davranış qaydasını pozmuş olur. Amma məsələn qərəzsizlikdə belədir ki, müəllim hər hansı bir xüsusiyyətinə görə uşaqları fərqləndirir. Yenə də burada qeyd olunur nə? İrqi, etik mənsubiyyəti, dilinə, uşaqlar məsələn ola bilər ki, biri pərtək danışır deyək, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə deyək ki, sən məsələn tutalım ki, elə uşaqlar var ki, sinifdə deyək ki, rusdur, məsələn o xristian dininə sitayiş edir. Dini mənsubiyyətinə görə onu sıxışdırmamalıdır. Əqidəsi nə olursa olsun, ictimai mənsubiyyətinə görə, yəni bu insanlara yəni fərq qoymamalıdır. Ola bilər kimisə məsələn atası icra başçısıdır və ona görə fərq qoymamalıdır. Yəni obyektiv yanaşmalıdır da. Belə deyək ki, uşağın hər hansı bir üstünlüyünü, hər hansı bir deyək ki, onun müəllimin beynində formalaşdırdığı hər hansı bir fikrə görə, özünün beynində formalaşdırdığı hər hansı bir fikrə görə uşağı deyək ki, uşağa qarşı belə mənfi münasibət göstərməməlidir. Deməli, digəri gəlir ictimai etimad. İctimai etimad, yəni bax burada diqqətli olaq. Burada nədir? Əsas cümlə, mən bunu qeyd etmək istəyirəm burada. Təhsil verən deyil, peşə nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəf və liaqətini uca tutmağa borcludur. Baxın, ictimai etimadda qeyd olunur ki, təhsil verən peşə nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və liaqətini uca tutmağa borcludur. Yəni müəllim, yəni öz nüfuzunu möhkəmləndirməyə, yəni cəmiyyətdə müəllim anlayışını, belə deyək ki, müəllim anlayışını möhürləməyə də belə deyək. Müəllimlər haqqında formalaşan o mənfi fikirləri elə olmalıdır ki, yəni müəllimlik anlayışı gələndə artıq o mənfilər yox olmalıdır. Möhkəmləndirmə öz adını və şərəf və liaqətini uca tutmağa borcludur. Bax, bu müəllimin vəzifəsidir. Müəllim bunu etməlidir. Ya etməlidir, ya da etməlidir. İkisindən biri, yəni yenə də etməlidir. Təhsil verən etik davranış qaydaları onun tərəfindən yəni ola bilər ki, müəllim istəmədən hər hansı bir davranış sərgiləsə, təbii ki, bu müəllimlik haqqında, baxın, loyallıqda təhsil müəssisəsinə, məsələn deyək ki, belə deyək ki, zərbə vururdusa, burada ictimai etimadda müəllimlik adına zərbə vurulur. Müəllimliyin adına zərbə vurulur. Görürsünüz, burada tərifində də nə deyir? Deyir ki, təhsil verən peşə nüfuzunu möhkəmləndirmək öz adını və şərəf və liaqətini uca tutmağa borcludur. İctimai etimad sırf müəllimlik peşəsinə bağlıdır. Loyallıq isə onun etdiyi hər hansı bir davranış təhsil müəssisəsinə mənfi gətirir.
məsələn, öz peşəsinə mənfi gəlir. Amma burada daha çox müəllimlik peşəsi ilə bağlıdır. Bax, məsələn, loyallıqda müəllim nə demişdi? Müəllim hər hansı bir çıxışlar edərkən sosial, belə deyək ki, platformada və yaxud da mediada çıxış edərkən müəllim təhsil müəssisəsinin nizamnaməsinə uyğun davranmalıdır. Amma burada necədir? Burada necədir, dəyərli müəllimlər? Demək, nəticələr ola bilər ki, müəllim istəmədən hər hansı bir addım atıb. Bu müəllimlik adına mənfi gətirir də. Yəni belə deyək, mənfi bir müəllimlik anlayışı haqqında mənfi fikir formalaşdırır və müəllim tez bir zamanda, yəni bunu təhlil etməli, düşünməli və bunun bu problemi aradan qaldırması üçün ictimai müstəvidə yenə də hər hansı bir addım atmalıdır ki, o müəllimliyin əvvəlki nüfuzunu bərpa edə bilsin. Yəni müəllim adına yaraşmayan etdiyi hər hansı bir davranışı, məsələn, üzr videosu çəkə bilər və öz məsələn, yəni həmin anda yəni etdiyi məsələn vəziyyəti yəni izah edə bilər. Hər halda ki, o ictimai o tarazlığı, müəllimlik haqqında olan o ictimai tarazlığı müsbətə doğru qaldırmalıdır. Yəni belə deyək ki, məsələn, əgər belə olduğu halda qeyd edək ki, əgər təhsil verən çalışdığı təhsil müəssisəsinin və yaxud da təhsil müəssisəsinin rəhbəri haqqında hər hansı bir məlumat verərkən media subyektlərinə, yəni media subyektlərinə hər hansı bir məlumat verərkən qanunvericiliklə, bax, qanunvericiliklə müəyyən edilmiş hallarda və demək hallarda və qaydada doğru məlumatlandırılmasına köməklik göstərməlidir. Baxın, loyallıqda, sosial şəbəkələrdə çıxış edərkən təhsil müəssisəsinin nizamnaməsinə uyğun hərəkət etməlidir. Amma burada isə əgər müəllim ictimai etimaddırsa, çalışdığı təhsil müəssisəsinin və onun rəhbəri haqqında, rəhbərinin fəaliyyəti haqqında media subyektlərində qanunvericiliklə müəyyən edilmiş qaydada doğru və dürüst, qanunvericiliklə müəyyən edilmiş qaydada doğru və dürüst demək məlumatlandırılmalıdır. Yəni media subyektlərinə. Yəni qeyd etdiyimiz kimi müəllimlik peşəsi həqiqətən çox ali peşədir, çox gözəl bir peşədir. Cəmiyyətdə belə deyək ki, hər kəsi müəllim öyrədir. Amma yəni müəllim öz davranışlarını elə yəni nizamlamalıdır ki, yəni heç bir hal onun davranışlarından, yəni müəllimlik haqqında mənfi bir düşüncə oyatmamalıdır. Belə davam eləyirik. Müəllimlər, burada əsasən dəyişiklik burada olmuşdu və buna da əlavələr olunmuşdu. Bu əvvəl daha çox konfidensiallıq adı ilə belə deyək ki, biz öyrənirdik. Gizliliyin qorunması barədə. İndi isə adı da genişlənib. İnsan hüquq, azadlıq, qanun və maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Görürsüz adı. Qısaca insanların hüququ deyə bilərik qısaca və yaxud da insan hüquq və azadlıqları deyə bilərik. Yəni bu adda adlandıra bilərik. Yəni burada məsələ nədir və nədən ibarətdir? Diqqətli olaq. Burada təhsil verən, yəni müəllim deyək ki, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarları qəbul etməməli, hərəkətlərə yol verməməlidir. Yəni müəllim insan hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, yəni məsələn biz nə demişdik? Demokratiya və insan hüquqlarına hörmət, yəni səriştəsində nə demişdik? Qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətinə həmçinin ləkə gətirə biləcək qərarlar qəbul etməməlidir. Nədir? Uşaqların məsələn deyək ki, hüquqlarına hörmət etməlidir. Valideynlərin hüquqlarına hörmət etməlidir. Və bunları deyək ki, yəni bu haqda yəni hər hansı bir belə deyək ki, hüquq pozuntusuna yol verməməlidir. Bundan əlavə təhsil müəssisəsinin işgüzar nüfuzuna da ləkələyə biləcək qərar qəbul etməməlidir. Burada deyək ki, işgüzar nüfuz məsələsinə bax burada sonra aydınlıq gətirəcəm. Məsələn, və burada bir də şərəf və ləyaqət məsələsi var. Bunları da yenə də aydınlıq gətirəcəm. Bir də bu hərəkətsizlik anlayışına mən diqqət çəkmək istəyirəm. Əgər müəllim görür ki, yolla gedir, görür ki, öz şagirdi siqaret çəkir və müəllim bunun üçün başlayır addım atmağa. Məsələn, uşağa bunu başa salmağa çalışır, valideynlərinə məlumatlandırır. Müəllim nəsə bir addım atır və şagirdi bu zərərli vərdişlərdən uzaqlaşdırır. Axı bu müəllimin vəzifəsi idi ki, şagirdi belə deyək ki, zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları mənəvi psixoloji cəhətdən qorumaq bu müəllimin vəzifəsi idi. Və müəllim bunu görürsə, deməli hərəkətliliyə yol verir. Əgər müəllim gördüyü halda özünü görməməzliyə vurub heç bir tədbir görmürsə, deməli burada hərəkətsizliyə yol verir və burada ümumiyyətlə qeyd etmək lazımdır ki, konfidensiallıq anlayışı var. Yenə də konfidensiallıq təbii ki, tamamilə burada götürülməyibdir. Sadəcə mənası genişləndirilmişdir. Məsələn,
Məsələn, müəllim ola bilər ki, uşaqların valideynləri, uşaqların həyatı və yaxud da öz, belə deyək ki, həmkarları olsun, təhsil müəssisəsinin rəhbərliyi arasında nəsə bir söhbət olubsa və sairə, burada konfidensiallığı təmin etməlidir, gizlətməlidir. Şərəf və liyaqət məsələsinə gəlincə, bax, burada bir şey deyir. Məsələn, uşaq barədə, uşağın həyatı barədə müəllim tutalım görür ki, nə isə bilirsə, sinifdə uşağın üzünə onu deməməlidir. Və yaxud da ki, məsələn, hər hansı bir iş yoldaşı haqqında nə isə bilirsə, onun həyatı barədə burada gizliliyi qorumalıdır. Hər kəs yanında bunu danışmamalıdır və yaxud da sözləri çəpləşəndə belə hamının yanında bunu onun üzünə vurmamalıdır. Burada şərəf və liyaqət anlayışını gözləməlidir. Yəni müəllim özü müdrik bir şəxs olmalıdır da. Yəni belə qərara gəlirik ki, yəni bu etik prinsiplərdə müəllim özünü o dərəcədə inkişaf elətdirməlidir ki, müəllim burada gizliliyi qorumaqdan ötəri, müəllimdə burada müdriklik anlayışı olmalıdır təbii ki. Və burada hə, və burada qeyd eləyək ki, yəni müəllim kimlərsə barədə bildiyi məlumatlarda mütləq konfidensiallığı, gizliliyi qorumalıdır. Və bundan əlavə, və bu qədərdir. Yəni burada çox deyil və bir də burada bir anlayış var. Deyir, əvvəlki dərslərdə təhsil qanununda təhsil verənlərin vəzifələri ilə tanış olmusunuz. Bu cümlənin mənasını, yəni bu anlayışın mənasını açmaq istəyirəm. Tədris materiallarını mənimsətməkdir. Baxın, nələr də eyni zamanda buna daxildir. Tədris materiallarını mənimsətmək, şagirdin fiziki və psixi zorakılığın bütün hallarından qorumaq, sertifikasiyada iştirak etmək, şagirdlərin şərəf və liyaqətinə hörmətlə yanaşmaq, təhsil müəssisəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və s. bu vəzifələri düzgün icra etmək, həmin vəzifələrin icrasına məsuliyyətlə yanaşmaq, bu insan hüquq və azadlıqlarına hörmət kimi hörmətə daxildir. İndi deyə bilərsiniz ki, müəllimə, siz dediniz ki, vicdanlıqda da, yəni bu tipli anlayış qeyd etdiniz. Vicdanlıqda odur ki, müəllim keçdiyi dərsi 1:45 dəqiqəni vicdanla yerinə yetirməsinə və öz fəaliyyətini qiymətləndirməlidir ki, mən bu gün necə iş gördüm və özünü sorğulamalıdır ki, görəsən mən bu gün necə iş gördüm. Sinifin dərsin sonunda anlamalıdır. Qiymətləndirmə aparan zaman, yəni dərsin hər bir səviyyəsinə qiymətləndirmə aparan zaman şagirdlərini bugünkü gününün səmərəli keçirdiklərindən əmin olmalıdır. Amma burada isə insan hüquq və azadlıqları, baxın, indi gəlin deyək, tədris materiallarını mənimsətmək müəllimin vəzifəsidir. Şagirdin də hüququdur ki, şagird öyrənsin. Şagirdin fiziki və psixi zorakılığın bütün hallarından qorumaq. Bu müəllimin vəzifəsidir, şagirdin isə hüququdur. Sertifikasiyada iştirak etmək bu müəllimin vəzifəsidir. Baxın, burada vəzifə anlayışı daha çox. Müəllimin qarşısına daha çox vəzifələr qoyur. Bu etik prinsip müəllimin qarşısına daha çox vəzifələr qoyur. Şagirdlərin şərəf və liyaqətinə hörmətlə yanaşma müəllimin vəzifəsidir. Görürsüz, burada insan hüquq və azadlıqlarına hörmətlə ancaq müəllim obrazıdır, müəllimin vəzifələridir. Bax, budur. Müəllimin vəzifələridir. Yəni burada liyaqətlə şərəf və liyaqətinə hörmətlə yanaşma, təhsil sahəsində dövlət siyasətini həyata keçirilməsində iştirak etmək, yəni dərslikdəki materialları şagirdlərə mənimsətmək dövlətin siyasətidir və müəllimin də vəzifəsidir. Bu vəzifələri düzgün icra etmək, həmin vəzifələrin icrasına məsuliyyətlə yanaşmaq. Yəni müəllim öz işinə, öz yəni peşəsinə məsuliyyətlə yanaşmalıdır. Yəni bu vicdan məsələsi deyil də, bu müəllimin vəzifəsidir. Vicdanla isə müəllim zaten dərsini keçir və istəyir ki, şagirdi daha yaxşı mənimsəsin. Yəni müəllimin elə bir ürəyində xal qalır məsələsi. Bax, bunu elə yadda saxlasam, düşünürəm ki, daha belə qeyd eləyək ki, daha da yaxın olar da bir anlayış kimi. Çünki mən bunu belə xatırlayıram adətən ki, yəni müəllim, bu real həyatda hər birimizin həyatında bunu etsəydim belə olardı, etməsəydim belə olardı. Yəni müəllimin özü öz fəaliyyətinin qiymətləndirilməsi vicdanlıqdadır. Bunu da əlaqələndirək daha asan olaraq inkişaf yönümlülük, deməli pedaqoji prosesin tələblərindən inkişaf yönümlülüyə aid edə bilərik. Çünki müəllim öz fəaliyyətini, gördüyü işi qiymətləndirmək inkişaf yönümlülükdə də var, vicdanlıqda da var. Bax, belə bir bərabərləşdirmə apara bilərik. Dəyərli müəllimlər, bu izahımız da bu qədər. Sağ olun, salamat qalın.